Təslimiyyət. Təslimiyyət nədir? Mövzuya keçməmişdən əvvəl kanala abunə olmağı, videonu bəyənməyi və rəy yazmağı unutmayın. Təslimiyyətdən danışmamışdan əvvəl biz ilk öncə bilməliyik ki, təslimiyyət nədir? Biz Quran-Kərimə baxsaq, Həcc surəsi 78-ci ayə görəcəyik ki, Allah deyir ki, biz bu kitabda da, bundan əvvəlki kitablarda da bütün insanları müsəlman adlandırdıq. Və indi isə biz müsəlman sözünün kökünə baxmalıyıq ki, müsəlman sözünün tərcüməsi nədir? Müsəlman sözünün tərcüməsi təslimiyyətdə olan deməkdir. Yəni Allah bizi ta əvvəlki gündən yaratdığı andan etibarən bizi müsəlman adlandırıb, yəni təslimiyyətdə olan adlandırılıb. Tamam, biz demək təslimiyyətdə olanıq. Bizim vəzifəmiz, borcumuz təslimiyyətdə olmaqdır. Amma təslimiyyətdə olmağın özü necə bir şeydir? Və yaxud da bugün biz niyə təslimiyyətdə ola bilmirik? Hansı çətinlikləri yaşayırıq? Nəyə görə tam təslim ola bilmirik? Biz bu suallar ətrafında danışacağıq. Ümumiyyətlə, təslimiyyətdə olmağı siz necə bir şey kimi düşünün? Bir uşaq, ata onu alır qucağına və göyə atır. O uşaq göydə olduğu anda düşünmür ki, ata məni tutmaz. Qorxu yaranmır onda. O çünki ataya tam təslimdir və ona güvənir, inanır ki, ata onu tutacaq. Siz də həyatda bu cür olmalısınız. Təslimiyyətdə olmalıyıq. Niyə təslimiyyətdə ola bilmirik? Bunun ən kök səbəblərindən biri bizim hər şeyi nəzarətdə saxlamaq istəyimizdir. Hər şeyi nəzarətdə saxlayırıq, hər şeyin ən doğrusunun bizim düşündüyümüz olduğunu düşünürük, planlar qururuq və o qurduğumuz planda alınmayanda başlayırıq özümüzü günahlandırmağa, amma ən birinci başqalarını günahlandırırıq. Sonra özümüzü günahlandırırıq. Sonda günahlandırmağa insan tapmayanda keçirik Allahı günahlandırmağa. Necə günahlandırmaq? Allahım, sən elədin. Sən istəsən belə olmazdı. Və yaxud dili tipi insanlar var ki, keçirlər artıq isyan eləməyə. Bu insanların yanlışıdır. Yəni bunu bu cür eləmək olmaz. Baxın, belə bir söz var. Mən biraz İbn Arabidən, Şəms Təbrizidən, Mövlanadan danışacağım sizlərə. Yəni o baxımdan təslimiyyət. Çünki düzdür, hər halda o insanların təslimiyyət düşüncələri fərqli olsa da, amma eyni mənbəyə gəlir, çıxır. Deyir, nə olursan ol, yenə gəl. Nə olursan ol, yenə gəl. Yəni Allah bizi hər halımızdan qəbul edir. Allah bizi hər halımızla sevir. Biz təslimiyyətdə olmaq üçün nəzarəti buraxmalıyıq. Yəni, sən əgər bir iş görürsən və bu işin alınmırsa, istədiyin kimi olmursa, bunun arxasında onun hikməti görməlisən. Deyir, Allah verdi nemətdir, vermədi hikmətdir. Bir şeyi Allah sənə vermirsə, demək bu sənin zərəribədir. Bunu tam əmin olmalısan. Bəli, deyə bilərsiniz ki, onda başqa insanlar var ki, onlara hər şey verilir. Onda onların xeyrinə deyə verilir. Xeyr, bəzi insanlar var ki, onlar bu dünya həyatını seçdikləri üçün, yəni məna aləmini heç düşünmədikləri üçün, ancaq dünya həyatını seçdikləri üçün, onlara bəli, bu dünya həyatının bütün həzləri verilir. Mən sizə demirəm, dünya həyatının həzzindən uzaq qalmalısınız. Xeyr, sadəcə olaraq mənanı dərk etmək lazımdır. Yəni, şəklə baxma mənaya bax, şəkil keçicidir, məna isə əbədidir. Təslimiyyətdə olan insan necə olur? Həyatın bütün axışını, tali, qədər dediyi hər şeyi Allahın öhdəsinə buraxır. Yəni, qədər tali məsələsinə baxsaq görəcəyik ki, Allah nə deyir? Biz hər bir insanın qədərini, taliyini onun əməllərinə uyğun qıldıq. Yəni, bugün sənin verdiyin bir qərar, bu videoya baxmağın, nəyəsə götürməyin, öyrənməyin və yaxud da baxmamağın, bu sənin öz qərarlarındır. Baxmağınla bir taleyi özün üçün bəlirləyirsən, baxmamağınla fərqli bir taleyi bəlirləyirsən. Və sənin seçimlərə görə sənin həyatın formalaşır. Ümumiyyətlə, insan bu dünyaya gəlirsə, təslimiyyətdə olmalıdır. Yəni, məsələn, deyək ki, sən evdən çıxdın, düzdürmü? Və gəldin, işıqforda dayandın maşından, gəldi bir maşın sənin maşından toqquşdu. Sən burada maşından düşdüyün an, sən orada sığortanı, sənədləşmə proseslərini düşünüb, işə gecikdim, filan bir şey belə olacaq düşünürsən və yenə mənim başıma bu işlər gəldi deyib, bütün işlərdə üzərbə çəkirsən. Bəs bu işin hikməti nə ola bilər? Bu işin hikməti ola bilər ki,
Sən bəlkə orada 5 dəqiqə, 10 dəqiqə, yarım saat, yəni yubanmasaydın, orada gözləməsəydin, bəlkə də gedib qarşı tərəfdə hər hansısa bir uşaq, az yaşlı biri və yaxud da böyük biri yola çıxa bilərdi və sən maşınla onu xəsarət yetirə bilərdin. Sən sadəcə olaraq o qədər maddəsəl bir şeylərə fokuslanırsan ki, məna tərəfdə nələrin baş verdiyini, o hikməti görə bilmirsən. Hikməti görmək çətindir. Nə mənada çətindir? Mən sizə bunu açıqlayım. Sən maddi olan hər şeydən əl çəkməlisən. Necə məsələn deyirik ki, anka quşu küllərindən yenidən doğmaqdır. Sən yanmalısan, kül olmalısan. Sən heçliyə çatmalısan. Kibirivi, o qüdrətivi, bilgilərivi, hər bir şeyi bir kənara buraxmalısan. Çünki sən ümumiyyətlə heç olmadan var ola bilmərsən. Bəli, biz varlıq içində yoxuq, yoxluq içində varıq. Amma sən heçlik səviyyəsinə çatmalısan. Bunu baxdığınız kinolarda, dinlədiyiniz müəyyən mətnlərdə də rastlaşa bilərsiniz bu cür hallarla. İndi gəlin keçək təslimiyyətdə insan niyə qala bilmir? Nəzarəti buraxmalısan. Nəzarətçil niyə varsan? Sən niyə nəzarətçilsən məsələsinə də gələndə. O qədər hər şey həyatda görmüsən ki, ətrafda hamı nəzarətdə saxlayır və sənə beynivə yeridilən müəyyən o şuuraltı mesajlar var ki, hər şeyi nəzarətdə saxlamalısan, hər şey sənin kontrolunda olmalıdır kimi fikirlər. Sənin qorxuların, tək qalmaq, yalnızlaşaram, ətrafımda adam olmaz, heç kim qalmaz, dostlarım olmaz kimi bu və ya bunun kimi başqa-başqa fikirlər artıq səni nəzarətçil vəziyyətə gətirib çıxardır. Ona görə də bu gün sən o nəzarəti buraxmalısan və Allaha tam təslimiyyətə keçməlisən. Bax, məsələ Allahım, mən səni sevirəm, Allahım, mən səninlənəm, Allahım, mən səni çox istəyirəm deməklə deyil. Və sən işləri ona əmanət eləyirsənmi? Məsələn, siz bir insan üçün bir iş görəndə ona deyirsiniz ki, mənə güvəndə, mənə inan, mən sənə bu cəhətdən kömək edəcəm. O sizə inanmayanda siz pis olursunuz. Yəni, mənə niyə inanmırsan? Sən də Allahın bir zərrəsisən. Sən özün belə bir yarı tanrısan. Yarı tanrı. Çünki tam Allah kün fəyəkundur. Ol dedi və oldudur. Biz ol deyirik, olmur. Yəni, o bizim işimiz deyil. Yəni, təslimiyyət budur. Sən bugün təslimiyyətlə bağlı çoxlu seanslar ala bilərsən. Yəni, təslimiyyət seansı və s. və ilaxır. Sən buranı buraxmalısan. Bax, şuur altındakı müəyyən o inancları. Çətin yoldur mu? Bəli, çətin yoldur. Çünki hər şey itirə bilərsən. Yaxşı mənada. Çünki sən heçlik, yoxluq səviyyəsinə, sıfıra gəlməlisən. Bax, əsl təslimiyyət budur. Ümumiyyətlə, həyatda təsadüf deyə bir şey yoxdur, təvafüq var. Başımıza nə gəlsə gəlsin, hansı hadisə olursa olsun, heç bir fərqi yoxdur. Hər şey Allahın izni ilə baş verir. Burada iki versiya ortaya çıxır ki, baxın, Allahın izni var, bir də Allahın razılığı var. Mənə bu barədə suallar verirlər ki, yaxşı, Allahın izni nədir, razılığı nədir? Ümumiyyətlə, bu yaradılışda baş verən hər bir şey, nə olursa olsun, Allahın izni ilə baş verir. Yəni, Allahın izni olmadan yarpaq belə ağacdan yerə enmir. Bəs indi siz deyəcəksiniz ki, yaxşı, bu qədər çətinliklər, bu qədər problemlər, bunların hamısına Allah mı izin verir? Bəli, Allah izin verir. Çünki bu sistemin işləyən prinsipi var. Siz bilirsiniz necədir? Anlamalısınız ki, pis varsa yaxşı var. Qarı varsa ağ var. Xeyir varsa şər var. Gecə varsa gündüz var. Həyat bir balans üzərindədir. Bunu anlamalısınız. Və daha sonra artıq sən bir çox şeylərin fərqinə varmağa başlayacaqsan. Yəni, buna görə qətiyyən narahat olmalı deyilsən. Axışına buraxmalısan hər bir şeyi. Allaha təslimiyyətə keçməlisən. Çünki təsadüf deyə bir şey yoxdur axı. Hər şey olması lazım olan kimidir. Sənin görə bilmədiyini, görmək istəmədikləri və Allah bilir və görür. Sənə nəyi verib verməyəcəyini. Bir necə düşünün, övladınız gəlir sizdən, məsələn deyək, şəkər istəyir, konfet istəyir. Bir dəfə verirsən, yeyir, iki dəfə verirsən, yeyir, üçüncüdə deyirsən ki, bu uşağın şəkəri qalxar, canının ziyanında verməyim. Və o başlayır ağlamağa. Bəlkə də əyağından yapışacaq, səni tutub silkələyəcək, niyə vermirsən, özünü bəlkə də yerə çırpacaq ki, ver. Amma sən vermirsən. Sən burada pis adamsan, xeyr. O anlamır. O uşaqdır, o anlamır. Amma sən ki anlayırsan, o şəkəri verməklə mən ona ziyan vermiş olaram.
Allah da bizlə belə davranır da. İşi niyə bu qədər böyüdüb çətinləşdirirsiniz ki? Bir şey istəyirsən vermir. Vermir çünki o bilir ki, mənə ziyandır. Mən oradakı uşağım artıq. O isə böyükdür. Mən uşağam deyə mən fərqinə varmıram. Ağlayıram, sızıldayıram ki, niyə vermədin, mənim həyatım niyə belə oldu? Burada artıq karmik məsələlər də gedib çıxa bilərik, şuuraltı proqramlara da gedib çıxa bilərik. Amma yəni fərqinə varmaq lazımdır ki, verdi nemətli, vermədi hikmətli, o bilir ki, niyə vermir. Necə ki, sən o uşağa konfeti vermirdin ki, zərəri var ona. O onu bəlkə də nə vaxt anlayacaq. Nə vaxt anlayacaq, sizin dildə desək, bizim dildə desək, sənin yaşına çatanda, böyüyəndə, yəni anlayar ki, ata, ana, nə bilim, tanış, dost, ətraf bunu mənə niyə verməmişdi, o artıq onda onun fərqinə varacaq. Amma o yaşına qədər onun fərqinə varmayacaq. Bu gün də biz bir çox şeylərin fərqinə vara bilmirik. Bu hamıda var. Amma zamanı gələndə biz onun fərqinə varırıq ki, doğrudan da yaxşı ki, filan vaxt mənim filan işim alınmamışdı. Hadisələr bu cür cərəyan edir, bu cür gedir. Və siz kontrolcu insanlar nə edirlər? Həyatlarını düzəltmək üçün, bir şeyləri yoluna qoymaq üçün müəyyən bir dua yazdırırlar, ritual, nəsə bir iş gördürürlər, müəyyən bir şeylərdən istifadə edirlər. Bu da yaxşı bir hal deyil. Çünki hər hansısa bir döngünün içərisində sən gedirsən o döngüdən başqa bir döngünün üzərinə çıxırsan. Və başlayırsan daha sonra duanın, ritualın, yəni yazılma dualardan söhbət gedir. Görülən işlərin döngüsünə gedib çıxırsan. Bu da normal bir hal deyil. Əslində siz bilirsiniz necədir? Daim insanlar köməyi ətrafdan istəyirlər, başqalarından istəyirlər. Siz köməyi Allahdan gözləməlisiniz. Çünki o hər şeyin ən gözəlini biləndir və hər şeyin vaxtı çatdıqda onu sizə verəcək. Sadəcə olaraq biz səbirsizik, gözləyə bilmirik. Axı nəzarətçiliyimiz var bizim. Biz nəzarət eləməyi sevirik yaşaya. Bizim istədiyimiz kimi olsun. Mən nə cür istəyəcəmsə o cür olsun. Çünki hər şeyin ən gözəlini mən düşünürəm fikrindəyim. Halbuki Allah bizim üçün nə planlayır? Bax, sənin planların var, Allahın planları var. Sən onu görməyi bacarmalısan. Bu dünya həyatı bir oyundur. Bunu mən demirəm. Bunu yəni Allah Quranda deyir ki, yəni dünya həyatı bir oyundur. İndi gəlin düşünək, necə bir oyundur ki bu? Sən sadəcə fərqinə varmalısan ki, bu oyunun sahibi Allahdır. Mən də oyunda iştirak edən oyuncuyam. Oyunu kimlə oynadığımın fərqinə varmalısan. Tamam, kimlə oynayıram? Allahla. Futbol oyunu düşünün. 22 nəfər bir top arxasıca qaçır. Bir topun arxasıca qaçırlar abi. O bir dənə top götürüb sən 22 oyuncunun hamısına versən, sən o futbola baxmayacaqsın. Onun bir marağı yoxdur artıq. Deməli, futbol oyunundakı o topun bir dənə olması oyunun məhdudiyyətidir. Və oyunun o məhdudiyyəti oyunu oyun edir. Sənin üçün maraqlı gələn odur. Həyatımızdakı bu gün o məhdudiyyətlərimizdə, problemlərimizdə, bax o oyunun bir məhdudiyyətidir. Sən sadəcə onu çox böyüdürsən. Məhdudiyyət var ki bu oyunda. Oyunsa Allahla, tamam. Mən sənlə oyun oynayıram, yaxşı. Oyunun sahibi sənsən, necə istəyirsən elə elə. Yəni, məhdudiyyətdir oyunu oyun eləyən. Sən bu gün o məhdudiyyətləri böyütməli deyilsən. Oyunu kimlə oynadığının fərqinə varmalısan. Ümumiyyətlə, təslimiyyət çox böyük, ağır bir mövzudur. Yəni, bu o qədər düşündüyümüz kimi asan bir proses deyil və sənin bu təslimiyyətə gəlib çatmağa sənə zaman lazımdır. Təslimiyyətdə insan qəlbən olmalıdır, ruhən olmalıdır, zehni belə təslimiyyətdə olmalıdır. Başqa bir proses gələndə mən bunu necə düzəldimdən öncə düşünməlisən ki, burada bir hikmət var. Allah mənə onun hikmətini göstər. Həmişə aşağı titrəşimli, aşağı şuur səviyyəsinə malik olan insanlar bu proses mənim başıma niyə gəldi sualını verirlər. Amma yüksək şuur səviyyəsində olan insanlar isə bu prosesdə mənim faydam nədir? Tamam, yaxşı, bu iş alınmadı. Mən istəyirdim bu köynəyi alım, ala bilmədim. Tamam, bunun mənə bir faydası var ki, mən bunu ala bilmədim. Yoxsa niyə ala bilməyim ki? Hər şey Allahın deyil. Bu dünya, bu yaradılış Allahın deyil. Mən istəsəm o mənə onu verəcək. Bəs niyə vermir? Demək zamanı deyil. Baxın, belə bir şey var. Tələbə hazır olanda müəllim gəlir. Sən bir şeyə hazır olanda o sənə verilir. Bu belədir.
Zamanda Mövlana da hazır olanda müəllimi gəldi. Yəni bu həyat bu cürdür. Sən bu gün bir şeyə hazırsanmı? İstədiyin şeyə həqiqətənmi hazırsanmı? Sən bu gün Allahdan məsələn maşın istəyə bilərsən. Deyərsən ki, Allahım, mən sənin maşın istəyirəm. Sən bu maşını həqiqətən niyə istəyirsən? Özünlə özləşməyə hazırsan. Sən bu maşını özünə insanlardan güclü olduğu, yüksək olduğu göstərmək üçünmü istəyirsən? Yoxsa həqiqətən də komfortun üçün istəyirsən? Öz eqolarını doyuzdurmaq üçün, eqovu yemlətmək üçünmü istəyirsən? Yoxsa sən həqiqətən də öz komfortun üçün istəyirsən? Bax, sən bunun fərqinə varmalısan. Çünki sən bugün məntiqən deyə bilərsən ki, mən bunu bəli, rahatçılığım üçün, maşın rahatçılıqdır. Bunu bu cür deyə bilərsən, amma Allah qəlbləri biləndir. O sənin qəlbini bilir, o sənin şah damarından yaxındır. Sənin bugün məntiqin, zehnin sənə imkan vermir ki, sən o qəlbinin dərin qatlarına inib o həqiqəti üzə çıxarasan. Amma o axı onu görür, bilir. Onu bilir. Ona görə sən nə eləməlisən? Həqiqi saf niyyətini bəlirləməlisən. Məsələ budur. Sən demək nə eləməlisən? Niyə mən o maşını kimdənsə özümü üstün göstərmək üçün seçirəm məsələsini həll eləməlisən. Bunun da altında müəyyən bir travmalar yatır. Artıq bunlar şuuraltı məsələlərdir. Bunlar seanslarla həll olan bir şeylərdir. Yəni, təslimiyyətə çatmaq istəyirsinizsə, təslimiyyətdə olmaq istəyirsinizsə, sizə mənim deyəcəyim odur ki, ən əsası özünüzdən başlayın, özünüzü inkişaf elətdirin, şuuraltındakı negativ inancları həll edin və sizin təslimiyyətdə qalmağınızın, yəni təslimiyyətə keçə bilməməyinizin başda səbəbləri nədirsə, onları başlayın həll etməyə. Ən əsası nəzarəti buraxmalısınız. Nəzarəti bu gün buraxa bilmirsənsə, demək, bəli, sənin artıq nəzarətçil olan tərəfin var. Burada da sənin qorxuların yatır, tək qalmaq, mən bunu eləməliyəm, eləməsəm ətrafdan güclü görünmərəm, mən güclü görünmək məcburiyyətindəyəm, mən çünki zəif olsam məni əzərlər, halbuki səni heç kim əzməyəcək. Bu kimi halları həll etmək lazımdır. Bu videonun davamı gələcək, yenə də kanala abunə olun, videonu bəyənin, rəy yazmağı unutmayın. Növbəti bölümlərdə yenidən bu cür videolar gələcək. Diqqətinizə görə təşəkkür edirəm, sağ olun.